Yəqin siz də hiss eləmisiniz. Son bir neçə gündə, xüsusən də Maduronun oğurlanmasından sonra, Amerikaya gətirilməsindən sonra İlham Əliyev və Ərdoğan ard-arda açıqlamalar verir. Ərdoğan da, İlham Əliyev də Trampa yaltaqlanmaqla məşğuldur. Həmçinin başlayıblar özlərini müdafiə edəcək açıqlamalar verməyə. İlham Əliyev yenə başlayıb ölkədəki türk etnik azlığının köməyindən yapışmağa çalışır. Azərbaycan dili belədir, türkçülük belədir. Axmaq-axmaq açıqlamalar verir. Bəs bunların səbəbi nədir? Bu necə oldu ki, belə bir vəziyyət yarandı? Bu haqqda danışmaq istəyirəm. Maduronun oğurlanması, yəni Venezueladan götürülərək Amerikaya gətirilməsi və bu əməliyyatın 30-40 dəqiqə ərzində baş verməsi Ərdoğan, Əliyev kimi liderləri ciddi qorxuya salıb. Çünki ilk növbədə Maduro bunların dostu idi. İkinci növbədə bu president yaratdı ki, digər güc ölkə, yəni qlobal güc olan bir ölkə, ikinci, üçüncü dərəcəli ölkənin liderini bu şəkildə yaxalayıb götürə bilər və ölkəsinə gətirib mühakimə edə bilər. Bu reallığa çevrildi artıq. Bu bir saatın ərzində qlobal bir reallıq yarandı. Və təbii ki, bu daha çox da Əliyevi qorxusur. Ərdoğandan daha çox da Əliyevi qorxusur. Çünki təsəvvür eləyin, Venezuelanın silahları, onun müdafiəsi, neft ehtiyatları Əliyevinkindən qat-qat çoxdur. İnsan ehtiyatları belə Əliyevinkindən qat-qat çoxdur. Və qonşuluğunda da elə bir güclü süper güc yox idi. Ən yaxını ABŞ idi. Amma o da tam qonşu deyildi, yəni su sərhədi var idi. İlham Əliyevin isə qonşuluğunda bir Rusiya var, o bir tərəfində İran var. Və Amerikada bunun artıq xoşuna gəlmir. Yəni Trumpın baxmayın İlham Əliyevlə isti danışmağına, xoşlamır bu adamı. Mən sizə bunu tam dəqiqliyi ilə deyirəm. Trump İlham Əliyevi bəyənmir və səhnə arxasında çox böyük təzyiq edir ona. Və bunu da bu yaxınlarda bildirdi. Yəni bildirdi ki, mən Əliyevə təzyiq etdim ki, əgər sən Ermənistanla barışmasan, sizlə iqtisadi əlaqələri kəsəcəyik və bunu bu şəkildə dedi ki, mən Ermənistan və Azərbaycan liderinə təzyiq etdim ki, onlar barışsın, amma burada təzyiq ediləsi bir nəfər vardı. Çünki Paşinyan çoxdan hazır idi ki, qapıda gözləyirdi ki, barışıq olsun. Çünki vəziyyəti pisdir. Burada barışmayan bir dənə Əliyev idi. Yəni Trump da diplomatik olaraq bunu deyir ki, mən yəni ikisinə də təzyiq etdim. Əslində isə burada təzyiq edilən bir dənə İlham Əliyev olub və çox böyük təzyiqlə üzləşibdi. İkinci məsələ bundan ibarətdir ki, İranda şir geri qayıdır. İranda milli hökumət geri qayıdır. İranda millətçilik geri qayıdır və bu Əliyevi əməlli başlı qorxuya salıb. Təkcə Əliyev özü danışmır, özünə tabe Azərbaycanda media orqanları var, sonra blogerlər var. Onlar çıxıb nə bilim fars şovinizmi falan belə şeylərdən danışmağa başlayıb. Sanki özləri 30 ildə bunlar insan haqları falan söhbət eləyib. Bəli, fars şovinist olacaq. İranlar da millətçi olacaq. Əlbəttə olacaq. Siz bu qədər insanlara zülm edəndən sonra, insanların taleyin oynayandan sonra gözləyirsiniz ki, sizə qarşı normal münasibət olacaq. Sizlə biz yəni öpüşüb görüşəcəyik, çox sağ ol deyəcəyik. Təbii ki, Azərbaycanlılar bizim dostumuzdur, qardaşımızdır, bacılarımızdır, Azərbaycanlılar. Amma bu İlham Əliyev və onun ətrafındakı bu təbəqə ki var, türkçü özünü adlandırır və türklər üçün bir box xeyri yoxdur. Bax, bunların haqq-hesabına baxılacaq və şir geri qaydanda biz sizinlə oturub danışacağıq. Bəli, deyə bilərsiniz, taleydir, başqa şeylər də ola bilər. Mümkündür, amma bizim inamımız budur. Bizim inamımız budur və biz həmin adamlarla oturub danışacağıq. Neçə illərdir ki, talışlara, İranlılara zülm edirlər. Çünki bu hazırki dini rejim özünü zəif və qorxaq aparır. Milli hökumət qurulduğu zaman
Bunlar belə olmayacaq. Və çox qürrələnirlər ki, nə bilim biz Azərbaycanımız var, nə bilim Azərbaycan quracağıq orada. Siz Azərbaycanı heç bu ölkədə qura bilməmisiniz. Nə qurmusunuz bu ölkədə? İnsanlar üçün yararlı nə buraxmısınız? Universitet yox, normal tibbi müayinə mərkəzi yox, təhsil mərkəzi yox, siyasi institut yox, sosial vəziyyət it günündədir. Oradakı Azərbaycanda nə edəcəksiniz? Oradakı Azərbaycanlılar da sizdən 5 bətər boşboğazın biridir, danışa bilmirlər. Heç onların nefti də yoxdur. Sizin yenə neftiniz var. Oradakı Azərbaycanlılar da bütün günü boş-boş danışmaqla məşğuldur. Yəni onların da bir əlindən, başından, orasından, burasından bir iş gəlmir. Yəni bu Azərbaycançılıq, nə bilim, türkçülük, hansı ki Azərbaycançılıq heç vaxt türkçülüyə bağlanmamalı idi. Bu əsas ana xətt idi. Bağladılar bunu, onun da zibili çıxdı. Yəni türkçülük kimi Azərbaycançılığın da artıq zibili çıxıbdı. Lazımsız heç kimə öz insanına belə, özünü türk adlandıran, Azərbaycanlı adlandıran bir insana belə lazım olmayan bir ideologiyadır. Bu ideologiya düşmən yaratmaqdan başqa bir funksiyası yoxdur. Diktatorlara xeyir verməkdən başqa bir xüsusiyyəti yoxdur.